Salam hamınıza dostlar, necəsiniz? Mən Fərahim. Bu mənim ilk YouTube videomdur. Əsasən burada geyim, həyat tərzimlə bağlı videolar paylaşacağam. Əvvəla özümü təqdim edeyim sizə. Mənim 18 yaşım var. Geyimlə məşğul oluram, fitness yəni. Əsasən məqsədim insanlara öz həyat təcrübəmi paylaşmaq, öz inkişafımı paylaşmaq və öz yaşıdlarıma, özümdən balaca, yəni öz yaşımdan balaca insanlara, yəni az yaşlılara motivasiya olmaq, onlara təcrübə olmaq, onlara dəstək olmaq üçün və gündəlik geyimi vloqlarımı və öz inkişafımı insanlara paylaşmaq üçün bu YouTube səhifəsini açdım. İnşallah geyimə niyə başlamışam, fitnessə niyə başlamışam? Əsasən özümü inkişaf etdirmək, özümü gələcəkdə daha uğurlu yerlərdə görmək üçün və həyatımda disiplini yaratmaq üçün məşqə başlamışam. Özümdən yeni məşqə yeni başlayanlara motivasiya olmaq, hansı ki onların bu sahədə təcrübələri azdır, onlara bir addım da olsa motivasiya vermək, onlara dəstək olmaq üçün əlbəttə ki, həmçinin öz gündəlik geyim vloqlarımı atmaq üçün, gündəlik məşqlərimi yəni paylaşmaq üçün və yeni başlayanlara verə biləcəyim əsas məsləhətlərdən biri heç bir şeyi tez gözləməməliyik, heç bir nəticəni tez gözləməmələri, hər şeyin zaman aldığını və səbr etməli olduqlarını deyərdim. Çünki heç bir şey tez bir zamanda alınmır. Hər bir şeyin əziyyətini çəkiriksə, onun bəhrəsini bir müddət keçəndən sonra almalıyıq. Və mən disiplinlə bir ildir ki, artıq məşq edirəm və müəyyən bir səviyyələrə çatmışam. İnşallah məqsədlərim, hədəflərim, planlarım var. Hansı ki, inşallah sizinlə birlikdə, kütləmlə birlikdə inşallah o hədəflərə çatacağıma çox inanıram, çox güvənirəm. İnşallah bu mənim ilk YouTube videom idi. Bu kimi videoların davamının gəlməsini istəyirsinizsə, like atıb abunə olmağı unutmayın. Mən Fərahim, sağlam qalın. You just gonna take that, or will you fucking fight back?